Mən bir şey bilirəm, hansı ki ölkənin adında demokratik sözü varsa, o heç də demokratik deyil. Məsəl üçün, Koreya Xalq Demokratik Respublikasıdır. Xalq demokratik eyni söz deməkdir. Yəni, demo sözü, demos KNR, yəni Koreya, Çin Demokratik Respublika, Kongo Demokratik. Harada demokratiya sözünü eşidirsiniz ölkənin adında, orada ümumiyyətlə demokratiya yoxdur, onu əminliklə demək olar. Tamam. İndi Avropaya gələndə nisbətən onlar demokratiya gəlib çıxıblar. Hindistan misal üçün demokratiya nümunəsidir və çox effektivsiz demokratiyanın nümunəsidir. Orada prezident heç nə eləyə bilmir. Yəni ki, real olaraq yaxşı bir ideyası var. Mumbai harına vaxtsa fintechə keçirmək istəyir. Onda da oliqarxiyyat olur da. Yəni yenə də pul və güc kimlərdədirsə, onlar toparlaşıb, qruplaşıb, dövləti yenə də onlar idarə eləyir də. Yəni Amerikadakı kimi misal üçün. Amerikada, Avropa nisbətən orada da Davos forumu var, orada da neoglobalistlər idarə edir Avropanı. Mən razıyam ki, tam belə demokratiya demək olar ki, heç yerdə yoxdur. Hamısı oliqarxiya ilə demokratiya arasında qalıblar. Və bu da problem. Hamısı ortada hardasa qalıb, heç bir yol seçməyiblər özlərini. Ona görə Avropa bu gündədir. Bu gün heç bir qərar qəbul edə bilmirlər. Yəni bilmirəm, Ukrayna kömək etsinlər. Bürokratiya, mənim qardaşım Almaniyada yaşayır. Orada olan bürokratiya səviyyəsindən mən görəndə, yəni özümü asmaq istəyirəm. Yəni Asana hər gün minnətdarlıq bildirirəm, deyirəm ki, o boyda Almaniyasız asan xidmət edir. Asan xidmətimiz var, nə yaxşı ki. ABŞ-də belə asan xidmət yoxdur. Get sürücülük vəsiqəsini gör, DMV-dən nə qədər neçə saat sənə. Durmuşam mən o növbələrdə. Mən nə bilim, işıq çekini gətir, bunu gətir, onu gətir. Yəni ki, sonra da evə poçtla konvertdə gələcək. Aynen. Yəni bizim asan xidmət real olaraq çox yaxşıdır.